Salam, Ruhaniye'nin mətbəxinə xoş gəlmisiniz. Bugün sizinlə lobyalı supu necə pişirəcəyimi sizinlə paylaşacağım. Əvvəlcədən doğradığımız bir ədəd xırda soğanı üzərinə lobyanı yuyub, üzərinə bir ədəd soğan, bir dənə pomidor xırda doğrayıb. Lobyanın üzərinə su əlavə edirik. Ağzına çıxana qədər. Lobya gec pişdiyinə görə indi isə qoyuruq bişməyə. Lobya pişdi, hazırdır. Qoyuruq qırağa, biraz soğusun. Sonra lobyaları əzəcəyik. İndi isə lobyalarımız bişib, lobyaları əzib, üzərinə soyuq su əlavə etdik. Sonra isə üzərinə turşu tökürük. Sonra isə bir qaşıq kərə yağı əlavə edirik. Qaynayana qədər bu bişməlidir. Çox da su tökməyin. Su çox tökəndə çox da sulu olur yemək. Yaxşı əzin ki, lobyalar diri-diri qalmasın. Çox dadlı olur və ləzzətli olur. Duzu da öz zövqünüzə görə əlavə edə bilərsiniz. İndi qoyuruq hardasa bir 5 dəqiqəyə qaynasın. Ondan sonra götürüb üzərinə nanə vurub götürəcəyik. Lobya supumuz pişdi, hazırdır. Üzərinə bir çay qaşığı nanə qurusu əlavə edirik. Sizə bir söz də deyim. Əgər pomidorunuz yoxdursa, yeməyə, lobyanı bişməyə qoyan zaman hardasa 1-2 çay qaşığı tomat da tökə bilərsiniz. Çox dadlı olur və gözəldir. Siz də bişirin, yeyin. Çox dadlı və gözəldir. Dəstəklərinizi və bəyənilərinizi gözləyirik. Xahiş edirəm. Biz əziyyət çəkib bişirib sizinlə paylaşırıq. Sizin dəstəkləriniz bizim üçün önəmlidir. Bəyənin və yorum yazın. Hər birinizə təşəkkür edirəm.